baxın, bura Ziya Bünyadov prospektidir. Ziya Bünyadov prospektinin belə deyək, Qara Qarayev prospektinə keçid olan hissəsidir və ortada 1-3 nişanlama xətti var ki, siz də bunu görürsünüz ki, yəqin. Ziya Bünyadov prospektinin deməli gəlir Qara Qarayev prospektinə birləşən hissəsidir. Baxaq. Gördünüz də yəqin ki də. Bu nə deməkdir? Və növbəti qayda pozuntusu. Gördünüz də bunu da. Heç nə deməyim. Qardaş boylandı, baxdı, yaxşı sola, ondan sonra hərəkətini davam etdi. Baxın görün ki, nələr baş verir. Qəza şəraiti, belə deyək, İnzibat Xətalar Məcəlləsində bu qəza şəraiti çıxardılsa da, amma hər halda real bir qəza şəraiti yaranmaq şansı və imkanı çox böyükdür. Baxın. Gəlin baxaq buna. Maşallah. Baxın görün və bilin ki, nələr baş verə bilər burada. Qardaş durub deyəsən mənə baxır. Görən mən çəkirəm ya yox. Çəkirəm qardaş, çəkirəm. Ortada 1-3 nişanlama xətti var. Əslində bunu tətbiq etməyə burada ehtiyac yox idi. Çünki 1-3 nişanlama xətti məhz qarşı tərəfdən gələn nəqliyyat vasitələri, yəni iki hərəkət istiqamətini ayıran bir qoşa xətti. Burada bir tətbiq etsəklər bu kifayətdir. Hər halda bu baş veribdir bir kənara, amma sürücülərimiz nə iş görür? Heç nə. Həmən o 1-3 nişanlama xəttinin tələblərini pozur. Gəlin izləyək görək bunu. Eşq olsun. İkincisi də çox gözəl. Baxın. Ümid edirəm ki, Dövlət Yol Polisinin əməkdaşları bu ərazidə cərimə tətbiq etsə, heç bir sürücülərimizin xəttinə dəyməyəcək. Qayda qanun hamı üçün eynidir və qayda qanun qarşısında hamımız bərabər olmalıyıq. Birazdan sizə alternativ yol da təqdim edəcəm ki, yəni bax bu bəziləri soruşa bilər ki, yaxşı, buradan dönməyim, hardan dönüm? Qardaş var, əziyyət çəkin, başqa yoldan hərəkət edin. Qayda qanuna riayət edin. Bax, budur dediyimiz. Və sizə söz verdiyim kimi alternativ yolu sizə təklif edirəm. Təklif edədiyim alternativ yol nədən ibarətdir? Körpünün yanı ilə sağ tərəfi ilə üzü Heydər Əliyev prospektinə daxil oluruq köməkçi yol vasitəsilə. Birinci tindən yox, ikinci tindən asan xidmətə bir tin qalmış. İkinci tindən sağa dönürük. Sağa döndüyümüz halda sürət həddi 60 müəyyənləşdirdiyi yeri gəlmişkən bu ərazidə söhbət Heydər Əliyev prospektindən Koroğlu istiqamətinə üzü şəhərə doğru hərəkət etdiyimiz sürət həddini deyirəm. Deməli bu ikinci döngəyə qədər sürət həddi 60 müəyyənləşdirdi. İkinci döngədən sağa döndük. Yenə də bir yol kəsişməsindən gəlib çıxırıq ki, buradan da məhz sağa dönürük. Sağa döndüyümüz zaman ikinci dəfə yəni gəlib çıxırıq dairəvi hərəkətə. Dairəvi hərəkətdə bizi nə gözləyir? Dairəvi hərəkətdə birinci döngədən dairəvi hərəkətdə biz dönmə əməliyyatı həyata keçirdiyimiz zaman gəlib çıxırıq məhz köhnə həmən o əraziyə ki, hardan ki məhz bizim videolarımızda göstərdiyimiz qayda pozuntular həyata keçir ki, bu da bizə lazım deyil. Biz alternativ yol olaraq məhz birinci döngə yox, ikinci döngəni sizə təklif edirik ki, bir neçə metrdən sonra həmən bu yol aparıb qovuşdurur bizi Ziya Bünyadov prospektinə ki, siz həmən o ərazidən tam rahat və normal, heç bir qayda qanun pozmadan, yəni 1-3 nişanlama xəttinin tələblərini pozmadan, İnzibat Xətalar Məcəlləsinin 327.1 bəndinə əsasən 40 manat pul xərcləmədən, cərimə ödəmədən, tam normal şəraitdə alternativ yolla hərəkət edirsiniz və görüntüdə gördüyünüz kimi həmən bu alternativ yol təklif edədiyimiz aparır Ziya Bünyadov prospektinə qovuşdurur. Eləməz bir neçə saniyədən sonra tam o görüntünü siz
görürsünüz, yaxınlaşdırırıq sizin üçün və buradan dönürük sağa. Artıq daxil olduq Ziya Bünyadov prospektinə. Deyəcəksiniz ki, bəs o bayaqki yerlə bunun fərqi nədir? Burada döndüyümüz zaman sağa giriş nişanlama xətti yoxdur və artıq sağa dönmüşük. Bax, burada avtomobil nəqliyyat vasitələrini yerləşdirmək qaydalarına riayət edərək bir balaca sol tərəfimizə istiqamət alırıq və qurtardı, bitdi, getdi. Əgər sağ tərəfimizlə eyni zamanda hərəkət etdiyimiz zaman gəlib çıxacağıq həmən o yola, həmən o giriş nişanlama xəttinin tələbini pozmaq məcburiyyətinə qalacaqdıq və s. və ilaxır. Artıq bir balaca sol tərəfimizi götürdük, nəqliyyat vasitəsini normal yerləşdirdik istədiyimiz yerdə və qurtardı, getdi və nəqliyyat vasitəsini tam normal qaydasında, heç bir qayda qanun pozmadan, bax, təklif elədiyim sizə alternativ yol budur ki, bir üç nişanlama xəttinin tələblərini pozmadan heç bir cərimə də ödəməyəsiniz.